Yeni yasamalda təcili olaraq qanuni 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində, Qismət Şadlı sarayının yaxınlığında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 70 kvadrat olan qanuni 3 otaqlı, orta təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Liftləri yenilənibdir, həyət abadlaşdırılıbdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 17, 39, 7B, 193 nömrəli avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Qismət Şadlı sarayının yaxınlığında, 9 mərtəbəli köhnə tikili binanın 7-ci mərtəbəsində, ümumi sahəsi 70 kvadrat olan qanuni 3 otaqlı, orta təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Əvvəldə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir və bununla bərabər binanın qazı, suyu, işığı daimidir, internet xətti mövcuddur, həyəti abadlaşdırılıbdır, liftləri yenilənibdir. Dəyərli izləyicilər, bu ərazidə bu qiymətə belə bir mənzil tapmaq hal-hazırda qeyri-mümkündür. Bu mənzilin qiyməti 165.000 manatdır, sənədi kubcadır. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda təcili olaraq 2 otaqlı kubcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sonadək izləyin ki, qiymət haqqında da xəbərdar olasınız. Dəyərli izləyicilər, hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın yeni inşa olunmuş 14 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan 2 otaqlı, təmirli, qazı, suyu, işığı daimi olan bir mənzildir. Ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kubcadır. Lift 13-cü mərtəbəyə kimi qalxır, 14-cü mərtəbəyə pilləkənlə qalxılır. Mənzil mansard deyil, qanuni mənzildir, sənədi kubcadır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər əvvəldə də bildirdiyim kimi 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına və 211 nömrəli avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz də özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağında, Əsəd Əhmədov küçəsində, yeni inşa olmuş 14 mərtəbəli binanın 14-cü mərtəbəsində, ümumi sayısı 60 kvadrat olan 2 otaqlı, tam təmirli, qazı, suyu, işığı, internet xətti mövcud olan bir mənzildir. İstilik sistemi kombidir, lift 13-cü mərtəbəyə kimi qalxır, 14-cü mərtəbəyə pilləkənlə qalxılır və qanuni mənzildir, sənədi kubcadır. Qiyməti 125.000 manatdır.
Binanın yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Qiyməti bildirdim, 125 min manatdır, sənəd kupçadır. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yasamal rayonunda təcili olaraq 123 kvadratlıq 3 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şamaxinka deyilən əraziyə yaxın Mayin yaşayış kompleksində 22 mərtəbəli binanın 13-cü mərtəbəsində ümumi sahəsi 123 kvadrat olan ideal təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 20 yanvar metrosuna piyada 5 dəqiqəlik məsafədə yerləşir. Şamaxinka deyilən əraziyə yaxın yerləşir və bununla bərabər bu ərazidən keçən bütün avtobus xəttlərinin dayanacağına da çox yaxın bir ərazidədir. Yaxınlıqda meşə parkı da mövcuddur. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Mayin yaşayış kompleksində 22 mərtəbəli yeni inşa olunmuş binanın 13-cü mərtəbəsində ümumi sahəsi 123 kvadrat olan qanuni 3 otaqlı ideal təmirli bir mənzildir. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Sənəd müvəqqəti olaraq müqavilədir. İlin sonuna kimi kupça verilməsi də gözlənilir. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 285 min manatdır. Təmirli və yaşayış üçün tam hazır bir mənzildir. 3 otaqlıdır. Mənzilin bir sanitar qovşağı, bir qardirob otağı və 3 camlı balkonu mövcuddur. Mətbəx balkonda əlavə olaraq 2 ədəd funksional şkaf yığılıbdır. Ev kombi sistemi ilə təchiz olunub və isti döşəmə sistemi ilə təmin edilir. Təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunubdur. Mənzildə Türkiyə istehsalı divar kağızları, dekorativ lepkalardan istifadə olunubdur. Təmirə başlamazdan əvvəl bütün pəncərələr daha keyfiyyətli modellərlə əvəz edilmişdir. Dəhlizdə 2 ədəd divar şkafı, yataq otağında isə 1 ədəd divar şkafı quraşdırılıb ki, bu da əlavə saxlama sahəsi yaradır. Döşəmə örtükləri 3 otaq, palıd parket, mətbəx, dəhliz, qardirob otağı və sanitar qovşaqda keramikadır. Bu mənzil həm komfort, həm zövqlü və bahalı təmir, həm də prestijli yaşayış mühiti axtaranlar üçün ideal seçimdir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. 20 yanvar metrosunun yaxınlığında satılan mənzilə 7000 manat endirim olundu. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yeni inşa olunmuş Melisa Parkın ASB layihəsində 19 mərtəbəli yeni tikili binanın 9-cu mərtəbəsində ümumi sahəsi 110 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə tam təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir, 3 mərtəbə yeraltı dayanacağı mövcuddur. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşir və bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə və bütün avtobus xəttlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa,
bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yeni inşa olunmuş 19 mərtəbəli Melisa Parkın ASB layihəsində 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 110 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə tam təmirli bir mənzildir. Əvvəldə də bildirdiyim kimi mən bu mənzili təxminən 10 gün bundan öncə paylaşmışdım. Onda 257 minə deyilirdi. Hal-hazırda 7.000 manat endirim olunduğu üçün yenidən paylaşım etdim ki, siz dəyərli izləyicilərin də xəbəri olsun. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mənzilin sənədi kupcadır, ipotekaya yararlıdır. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.